Diz qığırdaqlarının yeyilməsi əksərən yaşa bağlı olaraq görülür. Yəni heç bir altda yatan səbəb olmadan, hər hansı bir xəstəlik olmadan da öz-özünə diz qığırdağının qidalanması pozulur. Bu tamamilə yaşa bağlı olan bir proses olur. Əksər hallarda biz bununla qarşılaşırıq. Bəzən isə öncədən keçirilmiş travma, reumatoid artritə bənzər xəstəliklərdən sonra da qığırdaqlarda yeyilmələr olur, aşınmalar olur. Bu da dizdə ağrılara səbəbiyyət verir. İlk başda ağrıkəsici dərmanlar, fizioterapiyalar, diz içinə edilən inyeksiyalar müvəqqəti də olsa ağrıları azaldır. Amma əsas müalicə metodumuz 3-cü və 4-cü dərəcədə diz endoprotezi əməliyyatı olur. Diz endoprotezi əməliyyatının əsas məqsədi əgər dizdə şiddətli bir məhdudiyyət varsa, hərəkət məhdudluğu varsa, yəni diz az açılıb, az bükülürsə, o az açılıb, az bükülməni daha da artırır. Dizi daha da rahat hərəkət edə bilir. Diz endoprotezi sonrası ağrıların böyük bir hissəsi keçir. Ya ağrılar tamamilə keçir, ya da çox cüzi bir ağrı qalır ki, hansı ki əməliyyat sonrası o cüzi bir ağrı xəstəyə narahatlıq vermir.